Təsəvvür eləyin ki, süd vəzi MRT müayinəsində şübhəli bir zədələnmə görürsünüz. Kontrast yığılır, şübhəli görünür, hər şeyini qaydasında ölçürsünüz. Amma sonra ikinci mərhələyə keçirsiniz, yəni hədəflənmiş ultrasəsə, second look US-ə və heç nə. Zədələnmə sanki yoxa çıxıb. Bəli, bu radiologiyada hər birimizin qarşılaşdığı o, necə deyim, narahat edici anlardan biridir. Aynən, beynində dərhal suallar yaranır. MRT-də gördüyüm realı idimi? Bəlkə səhv etdim. Yoxsa bu zədələnmənin fərqli bir təbiəti var? Ümumiyyətlə, bu yalnız MRT-də görünən zədələnmənin bioloji xüsusiyyəti nədir? O, ultrasəsdə asanlıqla tapdığımız xərçənglərdən həqiqətən fərqlənirmi? Bu, sadəcə akademik bir sual deyil, bu bizim gündəlik klinik qərar qəbul etmə prosesimizə birbaşa təsir edən real bir tapmacadır. Çünki növbəti addım, yəni MRT rəhbərliyi altında biopsiya, həm resurs tələb edir, həm də bilirsiniz, hər mərkəzdə mövcud deyil. Məhz buna görə də bugün bu suala cavab axtaran yeni bir tədqiqatı analiz edəcəyik. Bəli, söhbət European Journal of Radiology jurnalında dərc olunmuş yalnız MRT-də görünən süd vəzi xərçəngləri standart görüntüləmə üsulları ilə müəyyən edilən xərçənglərdən daha az aqressivdir başlıqlı məqalədən gedir. Deməli, bugünkü dərin analizimizin missiyası bu məqalənin bütün detallarına enməkdir. Onun tapıntılarını, metodologiyasını və ən əsası sizin gündəlik təcrübəniz üçün bunun hansı praktiki əhəmiyyət daşıdığını anlamağa çalışacağıq. Gəlin, başlayaq. Başlayaq. Başlanğıc üçün gəlin problemi bir daha dəqiq qoyaq. Kontrastlı MRT süd vəzi xərçənginin diaqnostikasında ən həssas metod sayılır, bu bəllidir. Amma bu həssaslıq bəzən özü problem yaradır. Yəni MRT-də, mamografiya və ya ultrasəsdə görünməyən zədələnmələr aşkarlanır. Bəli, və standart prosedur belədir ki, MRT-də şübhəli bir tapıntı olanda biz biopsiya üçün daha asan, daha əlçatan olan ultrasəsə üst tuturuq. Bu, second look ultrasound və ya SLAS adlanır. Mənbələrə görə bu zədələnmələrin təxminən 57-58%-ni SLAS-da tapmaq olur. Amma böyük bir əmma var. Bəli, əsl məsələ də odur. Geridə qalan təxminən 42% zədələnmə ultrasəsdə tapılmır. Bax, bunlar bizim müzakirə etdiyimiz yalnız MRT-də görünən zədələnmələrdir. Və əsl baş ağrısı da burada başlayır. Çünki MRT rəhbərliyi altında biopsiya etmək həm daha çox vaxt aparır, həm daha bahalıdır, həm də açığını deyək, hər klinikada bu imkan yoxdur. Tamamilə doğrudur. Tədqiqatın əsas hipotezi də məhz bu dilemmadan yaranır. Fərziyyə budur ki, bəlkə də bir zədələnmənin ultrasəsdə görünüb görünməməsi təsadüfi bir şey deyil. Onun bioloji təbiəti ilə bağlıdır. Bir dəqiqə bunu biraz açaq. Yəni, MRT və ultrasəs fərqli şeyləri görür, mən bunu belə təsəvvür edirəm. MRT şişin belə deyək yanacaq təchizatına, yəni onu qidalandıran damar şəbəkəsini kontrast vasitəsilə aşkarlayır. Bəli, neovaskuляrizasiyanı. Aynən. Ultrasəs isə daha çox avtomobilin özünü, yəni formalaşmış, sıx fiziki bir kütləni axtarır. Bu məntiqlə yalnız MRT-də görünən zədələnmə o deməkdir ki, yanacaq xəttləri çəkilib, amma avtomobil hələ tam yığılmayıb. Bu, mükəmməl bir bənzətmədir əslində. Hipotez də məhz budur. Bioloji cəhətdən aqressiv xərçənglər sürətlə böyüyür, ətraf toxumaları sıxışdırır, desmoplastik reaksiya yaradır və nəticədə ultrasəsdə asanlıqla görünən sərt fiziki bir kütlə formalaşdırır. Yəni, avtomobil artıq hazırdır, aydındır. Amma daha az aqressiv, yavaş böyüyən zədələnmələr isə bəlkə də yalnız artmış damarlanma, yəni kontrastlanma olaraq qalır və ultrasəsin görə biləcəyi bir kütlə yaratmır. Bu, çox məntiqli fərziyyədir, amma fərziyyəni sübut etmək üçün bu iki növ şişi, yəni ultrasəsdə görünənləri və görünməyənləri birbaşa müqayisə etmək lazımdır. Tədqiqatçılar bunu necə ediblər? Metodologiyası necə qurulub? Bu, deməli, tək mərkəzli, retrospektiv bir tədqiqatdır. Yəni, 2017-2022-ci illər arasında bir mərkəzdə toplanmış məlumatlara geriyə dönük baxıblar. Tədqiqata ilk dəfə MRT ilə aşkarlanan və sonradan biopsiya ilə bədxassəli olduğu təsdiqlənən 435 pasiyentin zədələnməsi daxil edilib. Yəni, bütün iştirakçıların xərçəng diaqnozu təsdiqlənib. Bəs onları necə qruplaşdırıblar?
Çox sadə bir prinsipə əsasən iki qrupa bölüblər. Birinci qrup yalnız MRT qrupu. Burada Sulusda zədələnməsi tapılmayan 148 pasiyent, yəni ümumi sayın 34% daxildir. Onlara məcburi olaraq MRT rəhbərliyi altında biopsiya icra olunub. Aydındır. Bəs ikinci qrup? İkinci qrup isə Sulusda aşkarlanan qrupdur. Bu qrupa isə zədələnməsi ultrasəsdə tapılan 287 pasiyent, yəni 66% daxil olub və onlara ultrasəs rəhbərliyi altında biopsiya icra olunub. Deməli, əlimizdə iki fərqli qrup var. Bəs müqayisə üçün hansı parametrlərə baxıblar? Yəqin ki, təkcə görünür və ya görünmürdən daha dərinə gediblər. Əlbəttə, hədəf, belə deyək, bu şişlərin bioloji şəxsiyyət vəsiqəsini çıxarmaq idi. Buna görə də bir çox vacib göstəricini müqayisə ediblər. Zədələnmənin MRT-dəki ölçüsü, növü, yəni kütlə yoxsa qeyri-kütləli olması, histoloji diaqnoz, xərçəngin mərhələsi Və yəqin ki, immunhistə kimyəvi analizlər. Bəli, ən əsası şişin aqressivliyini göstərən markerlər. Bura estrogen, yəni ER, progesteron, yəni PR, HER2 statusu və hüceyrə bölünmə sürətini göstərən K67 indeksi daxildir. Üstəlik, qoltuq-altı limfa düyünlərinin statusu da yoxlanılıb. Bax, indi gəldik ən maraqlı yerə. Nəticələr nəyi göstərdi? Başlanğıcdakı o məntiqli hipotez özünü doğrultdumu? Bəli, nəticələr hipotezi nəinki doğrultdu, hətta çox aydın və statistik olaraq əhəmiyyətli şəkildə təsdiqlədi. Yalnız MRT-də görünən zədələnmələr, Sulusda görünənlərlə müqayisədə demək olar ki, hər parametr üzrə daha az aqressiv bioloji xüsusiyyətlər göstərdi. Gəlin, rəqəmlərin özü danışsın. Buyurun, eşidirik. İlk olaraq ölçüdən başlayaq. Birincisi, ölçü və mərhələ. Yalnız MRT qrupundakı şişlər əhəmiyyətli dərəcədə daha kiçik idi. Median ölçü 10 mm olduğu halda Sulus qrupunda bu rəqəm 2 dəfə böyük, yəni 20 mm. 2 dəfə böyük. Bəli. Bu da o deməkdir ki, bu şişlərin əksəriyyəti, yəni 66,9%-i hələ T1 mərhələsində idi. Yəni çox erkən mərhələdə aşkarlanmışdı. Deməli, təkcə görünmə fərqi yox, aydın ölçü fərqi də var. Amma bu bir qədər gözləniləndir, kiçik şeyləri görmək daha çətindir. Bəs histoloji tərkib, yəni mikroskop altında bu şişlər necə görünürdü? Baxın, bu ən vacib tapıntılardan biridir. Histologiyaya baxdıqda, yalnız MRT qrupunda xalis duktal karsinoma in situ, yəni DCIS nisbəti qat-qat yüksək idi. 30,4%, 30%-dən çox. Bəli. SLS qrupunda isə bu rəqəm cəmi 5,2% idi. Dayanın, bu 6 dəfəyə yaxın fərq deməkdir. Bu çox böyük bir fərqdir. DCIS-in nə demək olduğunu dinləyicilərimiz üçün aydınlaşdıraq. Bu, non-invaziv xərçəng deməkdir, düzdürmü? Yəni, xərçəng hüceyrələri hələ süd kanalının içindədir. Məhz belə, hələ divarı keçib ətraf toxumaya yayılmayıb. Bu tapıntı o deməkdir ki, yalnız MRT-də gördüyümüz zədələnmələrin təxminən 1/3 hələ invaziv mərhələyə keçməyib. Sulusda gördüklərimizin isə 95% artıq invaziv xərçəngə çevrilib. Bu, fundamental bir fərqdir. Çox maraqlıdır. Bəs aqressivliyin birbaşa göstəricisi, şişin sürət qutusu sayılan proliferasiya indeksi, yəni Ki-67 necə? Orada da fərq var idimi? Ki-67 də bu mənzərəni tamamilə təsdiqləyir. Bilirsiniz, Ki-67 indeksi xərçəng hüceyrələrinin nə qədər sürətlə bölündüyünü göstərir. Yalnız MRT qrupunda median Ki-67 dəyəri 10% idisə, Sulus qrupunda bu rəqəm 20% idi. Yenə 2 dəfə fərq. Başqa sözlə, Sulusda görünən şişlərin hüceyrələri 2 dəfə daha sürətlə bölünürdü. Onlar daha aqressiv, daha dinamik idilər. Dəqiq olaraq. İnanılmazdı. Ölçü daha kiçik, invazivlik daha az, bölünmə sürəti daha aşağı. Bəs yayılma potensialı, yəni metastaz riskində də fərq var idimi? Bəli, və bu fərq də çox kəskin idi. Aksilyar, yəni qoltuq-altı limfa düyünlərinə yayılma riski SLS qrupunda qat-qat yüksək idi. Makroskopik metastaz nisbəti, yəni gözlə görünən metastaz, SLS qrupunda 26,8% ikən, yalnız MRT qrupunda bu göstərici cəmi 7,4% idi. Bu da o deməkdir ki, SLS-də görünən hər 4 xərçəngdən biri
artıq limfa düyünlərinə yayılmağa başlamışdı. Yalnız MRT-də görünənlərdə isə bu risk çox-çox aşağı idi. Bəli, bütün dəlillər bir istiqamətə işarə edir. Sizin o əvvəlki yanacaq xətti və avtomobil bənzətməniz tam yerinə düşür. MRT bir növ problemin toxumunu hələ cücərməmiş, bioloji olaraq sakit bir mərhələdə aşkarlayır. Ultrasəs isə artıq böyüyüb, struktur dəyişikliyi yaratmış, aqressivləşmiş ağacı daha yaxşı görür. Çox yerində bir təsvirdir və burada bir vacib detal da var. Tədqiqatçılar çox dəyişənli analiz də aparıblar. Bu analiz göstərdi ki, qeyd etdiyimiz bu bioloji fərqlər, yəni invazivlik dərəcəsi və Ki-67 səviyyəsi zədələnmənin ölçüsündən asılı deyil. Bu nə deməkdir? Bu çox vacib səslənir. Bu o deməkdir ki, bu sadəcə olaraq kiçik şişlər daha az aqressiv olur məsələsi deyil. Bu fundamental bir bioloji fərqdir. Hətta eyni 10 millimetrlik iki şişi götürsək, onlardan biri yalnız MRT-də görünürsə, digəri isə Sulustada görünürsə, onların bioloji profilləri fərqli olacaq. Deməli, görünürlük özü bir bioloji marker rolunu oynayır. Tamamilə. Yalnız MRT-də görünənin daha az aqressiv olma ehtimalı daha yüksəkdir. Fantastik. Bəs bütün bu statistik məlumatların, bu rəqəmlərin sizin, yəni radioloqların gündəlik təcrübəsi üçün mənası nədir? Bu məlumatları sabahdan etibarən praktikada necə istifadə etmək olar? Bu, tədqiqatın ən vacib nəticəsidir. Bu tapıntılar yalnız MRT-də görünən zədələnmələrin idarə olunması strategiyasına yenidən baxmağa imkan verir. Düşünün, əslus mənfi nəticə verir. Yəni ultrasəsdə heç nə tapa bilmirsiniz. Bu tədqiqat bizə deyir ki, bu zədələnmənin daha az aqressiv, daha aşağı mərhələli bir şiş olma ehtimalı çox yüksəkdir. Yəni? Yəni, xüsusilə MRT biopsiya imkanları məhdud olan yerlərdə dərhal invaziv biopsiya yerinə qısa müddətli təqib müayinəsi, yəni follow-up, onkoloji cəhətdən təhlükəsiz bir alternativ ola bilər. Gözləyin, bu kifayət qədər, necə deyim, cəsarətli bir iddiadır. Mən bəzi klinisistlərin buna etiraz edəcəyini təsəvvür edə bilirəm. Nə olursa olsun, bu bir xərçəngdir və biz onu tapmışıq. İndi onu izləməyə təklif edirsiniz, deyə bilərlər. Xəstənin narahatlığı necə idarə ediləcək? Çox haqlı bir narahatlıqdır və məqalə heç bir halda biopsiya etməyin demir, sadəcə qərar vermə prosesinə yeni bir məlumat qatı əlavə edir. Baxın, əgər bir zədələnmə yalnız MRT-də görünürsə, bu tədqiqat sizə onun çox güman ki, daha aşağı mərhələli və daha az bioloji aqressivliyə malik olduğuna dair güclü bir elmi sübut təqdim edir. Bu qərar vermə prosesində bir güvən verir. Əlbəttə, siz artıq xəstə ilə söhbət edərkən deyə bilərsiniz. Bəli, MRT-də bir şey gördük, amma ultrasəsdə görünməməsi onun daha sakit təbiətli olduğuna işarə edir. Gəlin dərhal biopsiya yerinə 6 ay sonra təkrar MRT edək və dinamikaya baxaq. Bu, ortaq qərar qəbul etmək üçün yeni imkanlar yaradır. Yəni, bu məlumatlar MRT-nin nə qədər güclü bir alət olduğunu bir daha göstərir. O xərçəngi nəinki tapır, həm də onun bioloji davranışını bizə, belə deyək, piçıldayır. Biz bu zədələnmələri ultrasəsin görə biləcəyi səviyyə çatmamışdan əvvəl aşkarlayırıq. Dəqiq olaraq, daha aqressiv və destruktiv formaya keçməmişdən əvvəl MRT bizə zaman qazandırır. Bu xərçəngləri ən erkən, bioloji olaraq hələ sakit mərhələdə tutma potensialına malikdir. Əlbəttə, hər tədqiqatda olduğu kimi, burada da müəyyən məhdudiyyətlər olmalıdır. Bunları da müzakirə etmək vacibdir. Bu tədqiqatın zəif tərəfləri hansılardır? Təbii ki, var və onları nəzərə almalıyıq. Birincisi, dizaynın retrospektiv olmasıdır. Yəni, məlumatlar keçmişə baxılaraq təhlil edilib. Bu cür dizaynlar hər zaman müəyyən bir tərəfkeşlik riski daşıyır. İkincisi isə, və bu praktikada çox vacibdir, SLRS aşkarlanma dərəcəsinin radioloqun təcrübəsindən çox asılı olmasıdır. Aha, hətta istifadə edilən aparatın keyfiyyətindən. Bəli, təcrübəli bir radioloq yüksək keyfiyyətli bir aparatla daha az təcrübəli həmkarının görmədiyi çox kiçik bir zədəni tapa bilər. O, həqiqətən də kritik bir nöqtədir. Çünki bir radioloqun tapa bilmədiyi zədə, digərinin asanlıqla tapdığı bir zədə ola bilər. Bu da pasiyentin hansı qrupa, yalnız MRT yoxsa SLS aşkarlanan düşəcəyinə təsir edir.
Bu nəticələri bir qədər subyektiv etmirmi? Edir və müəlliflər də buna açıq şəkildə qeyd edirlər. Buna görə də bu tədqiqatın nəticələri bütün mərkəzlərə birbaşa tətbiq edilə bilməz. Hər mərkəz öz SLS aşkarlanma dərəcəsini, öz radioloqlarının təcrübəsini nəzərə almalıdır. Bəs gələcək üçün hansı istiqamətlər var? Müəlliflər nə təklif edir? Bu tapıntıları daha da dəqiqləşdirmək olarmı? Müəlliflər də vurğulayır ki, bu məqalə hansı zədələnmənin biopsiya tələb etdiyinə dair qəti bir alqoritm təqdim etmir. Bu, bir istiqamət verir. Gələcəkdə bu tapıntıları, məsələn, ADC dəyərləri, yəni difuziya və ya zədələnmənin kinetik əyrisi kimi digər MRT göstəriciləri ilə birləşdirmək, daha dəqiq qərar vermə alətləri yaratmağa kömək edə bilər. Yəni, əgər SLS negativdirsə və ADC dəyəri bu həddən yuxarıdırsa, o zaman təqib et kimi daha dəqiq, sübuta əsaslı bir qayda formalaşdırmaq mümkün ola bilər. Tamamilə. Məqsəd budur. Beləliklə, bugünkü dərin təhlilimizi yekunlaşdırsaq, əsas mesaj budur. European Journal of Radiology jurnalındakı bu tədqiqat, MRT-də görüb ultrasəsdə tapa bilmədiyiniz o qarabasma zədələnmələrin təsadüfi olmadığını göstərir. Onlar, SLS-də görünən xərçənglərlə müqayisədə fərqli bir bioloji varlıqdır. Bəli. Daha az aqressiv, daha yavaş böyüyən, daha az yayılma potensialına malik və daha erkən mərhələdə olan şişlərdir. Bu, çox aydın və güclü bir nəticədir. Və sonda sizin üçün bir düşüncə. Bu nəticələr sizin gündəlik klinik təcrübənizi necə dəyişə bilər? Əgər sabah MRT rəhbərliyi altında biopsiya imkanınız məhdud olsa və yalnız MRT-də görünən kiçik bir zədələnmə ilə qarşılaşsanız, bu məlumatlar sizə pasiyentlə təqib variantını müzakirə etmək üçün daha çox əminlik verərmi? Bu yanaşmanın onkoloji təhlükəsizliyini tam təmin etmək və xəstə ilə doğru kommunikasiya qurmaq üçün bizə daha hansı sübutlar, hansı meyarlar lazımdır? Bu üzərində düşünməyə dəyər bir sualdır.